Salam. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Aşağıda hər bir parametrə daha ətraflı baxaq. Lazım gələrsə fasilə vermək mümkündür. Biz korporasiyanın bütün göstəricilərini daha dərindən öyrənməyi təklif edirik. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Dobledon Interactive Ticker DDO. Bu rəy 17 may 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Dobledon Interactive alt kateqoriyaya aiddir. Leysure Games müqayisədə 31 şirkət iştirak edir. Bu kifayət qədər təmsilçidir. Sifarişlərlə bağlı qərarları videonun sonunda görəcəyik. Sözü gedən şirkət üçün nəticə 10 baldan 9,5 bal. Alt kateqoriya üzrə orta bal 0,8 bal. Geniş şəkildə baxsanız, ümumi olaraq bütün ABŞ birjası çərçivəsində görəcəyik, bütövlükdə birja üçün orta xal 1,9 baldır. Şirkət üçün 9,5 reytinginə qarşı Dobledon Interactive. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Dobledon Interactive və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Dobledon Interactive -6,1% dinamika nümayiş etdirib. 50,6% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qəti olaraq heç nə demək deyil, lakin bu faktı nəzərə almaq lazımdır. Təşkilatın bazar kapitallaşması Dobledon Interactive 0,5 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 253 milyard dollardır. Dobledon Interactive 0,197% paya malikdir. O, alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans dəyəri 0,87 milyard dollar olaraq qiymətləndirilir. 42 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə Dobledon Interactive payı 2,84% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Dobledon Interactive alt kateqoriyada birjanın kapitallaşması halında qiymətləndirmə 0,197% təşkil edir. Balans dəyəri 2,84% təşkil edir. Bu, bazar kapitallaşma payından 958% çoxdur. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı, 1 bal. Təhlil edilən şirkətin 0,35 milyard dollar borcu var. Balans dəyərinə olan maliyyə öhdəlikləri şirkətin kapitalının 4%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi çox yaxşı, 2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 4,2-dir. 272,1 alt kateqoriya üzrə orta göstərici ilə bu alt kateqoriyadan 98% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 117 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 2,165 milyon dollar olaraq qiymətləndirilir. Bu da indikindən 1748,7% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1,5-dir. Alt kateqoriya üzrə orta göstərici 5,1-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 71% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 340 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin 650 milyon dollar olacağı gözlənilir. Və bu, indikindən 91% çoxdur. Proqnozlaşdırılan gələcək satış göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı, 1 bal. Marjinallıq 34,8%, alt kateqoriyada orta hesabla 1,9%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 32,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,87% təşkil edir. Bu, bazar kapitallaşma payından 126% azdır. Və bu, şirkətin cari birja qiymətində balanssızlığı əks etdirir. Dobledon interaktivi yəqin ki, həddindən artıq qiymətləndirməyə doğru. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 6.728.000 dollardır. Və alt kateqoriya üçün 2.988.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 125,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi keçərli, 0 bal. Bir işçiyə düşən mənfəətin həcmi 1583,8 dollardır. Alt kateqoriya üçün orta qiymət 11.000 dollardır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,323% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin hər bir işçiyə düşən satış həcmi 4,545 dollardır. Alt kateqoriya 590.000 dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 670%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin gəlirinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Satışa çıxarılan səhmlər 0,2%, alt kateqoriya üzrə orta hesabla 3,2% təşkil edir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %50 səviyyəsini göstərir Dobledon interaktivi. Alt kateqoriya üçün bu səviyyə təxminən 66% təşkil edir. Texniki baxımdan alt kateqoriyalı səhmlər ilə müqayisədə daha yüksək qiymətləndirilir Dobledon interaktivi. Şirkətin cari səhm qiyməti təxminən 10,6 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 19,76 dollardır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 96%-dir. Sifariş cədvəlinə gedək, mövcuddur, link bağlanmış şərhdə. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsi nəticəsində Dobledon interaktivi. Səhmlərin qiymətləndirilməsi üçün məlumat sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Səhm üçün 10,5 dollardan alış sifarişi açın. Sövdələşmə açıqdır, çünki şirkət kifayət qədər yüksək qiymətə malikdir. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə meyarları AKİM-in indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 11,97 səviyyəsində müəyyən edilmişdir. Stop loss 8,13 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sövdələşmə 16 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə.
Ticker, RBLHI, əvəzedici satış əmrinə çevriləcək. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda əsas və ya balanslaşdırıcı. Digər sifariş cari qiymətlə müəyyən edilir. Sona qədər izlədiyiniz və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Hamınız həqiqətən də ən gözəl tamaşaçısınız.